Hamınızı salamlayırıq uşaqlar. Bu günlər Sina 5 Niyazidir. Bu günləri mən sizə öz Zarpartda maşınlarımı göstərəcəm. Mən yeni maşınlarım da var burada, sizin görmədiyiniz. Birinci maşın baxın. Ginəndə oyuna belə bir maşın verdilər mənə. Sonra belənti bir maşın aldım. Bu mən axırda aldım, əslində satmaq üçün almışam. Alıram, gücləndirəm, biraz baha satıram. Bu 07'nin 50 dən abunəyə kiməsə pulsuz verərəm. 1 qəpiyə də yəni pulsuz. Başda pulsuz. Hə. Verərəm. Amma siz gərək 50 dən abunə yığasınız və kommentariyada yazasınız ki, adınızı yazasınız. Mən də ki, baxaram, verərəm. Bu mənim topaşımdır. Çox qəşəng topaşdır. Bunu bir-bir gücləndirmişəm. İstəyirsiniz girək baxaq. Bunluq deyil. Görək baxın. Burada 5000 limiter almışam. Bunların hamısını bir-bir yığmışam. Çox hələ gücləndirməmişəm. Turbo almışam. Aslında bir dənə maşınım var. Bunların hamısını almışam. Bir dənə bu 2 dənə turbodan başqada. O da gələcək, indi göstərəcəm. Sonra ikinci maşınım. Budur. Bunu tez almışam. Bunu isə də 60 dənə abunəyə verərəm kiməsə. İndi buna baxaq görək nələr var. Bunu belə almışam elə. Çox şey güclənmir. Burada belə. Bunun özdə axı 40 dənə motoru var. İkinci Zarpartda yeni girib. Onlar verə bilərəm onlara. Abunə yığsa olacaq. Bu ikinci maşındır. Bu biraz o birisindən deyəsən biraz bahadır. Bunu da ki kiməsə verərəm 65 abunə yəni. Niva. Bu çox qəşəng vəziyyətdədir. Mən onu pis vəziyyətdə almışdım. Qabaq bamperi yox idi, arxa bamperi yox idi. Onsa alanın bamperi olmadı deyəsən. Belə şeydən almışdım. Qara rəngdəydi. Bütün pis vəziyyətdə düzəltdim. Bunu da ki Niva'na verərəm. Ancaq onu da 100 abunəyə. Bu Mitsubishi'dir. Görən onda nə icətmişəm. 10 mini motor almışam. Motora pulum çatmır. Amma burada bunların hamısını almışam. Daha güclü təkər almışam. Turbonu bir dənə 200 minlik qalır. Onu da alaram. Açarsın. Baxın burada karabkasını, radiatorudur. Vıxlıqlarıdır. 3 tür. 3 dənə. Onu təkər sport. Ona görə hamısını almışam. Belə maşın. Nasıl belə olmalı? Belə idi. Mən bunu biraz istəyirdim. Niyə bilməyəcəm? Ona görə də sizin Rusca video xoşunuza gəlməyibsə, siz abunədən çıxmayın. Yazın ki, xoşum gəlməyib kommentariyada ya da ki, xoşunuz gəlməyibsə mənə deyin, mən daha çəkməyim. Bundan sonra mən Azərbaycanca video çəkərəm o Minecraft haqqında. Ona görə də belə. İndi biz bir bu maşınları sürəcəyik. Mən bu maşınlar haqqında sizə şeylər. Amma bu maşını almaq deyər mənim indüsüdür. Amma ona görə birinci girəndə də yəni çox pulun yoxdur. 25 min verirlərdi girən kimi. Özünə birinci maşın alasan, bir dənə, 2 dənə. Hər bir oyunda da. Bunun Zarpartik 1-də də 2-də də. 25 min verirlər. Mən birinci həmişə 07'də alırdım. Bunu istəmirdim ki, bu pis görsənirdi. Baxın, belə maşındır. Bunu almağa da deyər, həm də deyməz də belə. Buna yarışı gedmərsən. BMW də almaq olar, bu BMW-dir. Ona görə bu maşın çox bomba maşın deyərəm. Amma lap deməyim də, bomba kimi super maşındır. Belə sürməyə deyərdi. İstərseniz bu indikədə görüb bu maşını sata bilərik sizinlə. Bu maşını satmaq istəyirəm.
Ne pis maşınları sevmem, severim. Allah ucuzdur. Deyə belə 07 alır. Baxın, burada cürbəcür maşın var. 2 milyonu deyil. Qoyaq o çıxaya görə kimsə baxar. Oya. Ucuz verər. Evet. Burada Mercedes-Benz da var. Burada şeyler de var. Yani maşını alıblar arasında maşını geçen kişilerin lazım. Normal. Burada tabii Niva'ya baxan uşaqlar. Mənim Niva'mı 2 dəfə şey etdi biraz. Güveni pisdə. Bunun qabağına baxın. Arxasına baxın. Mən öz Niva'mı belə almışdım. Sonra sizə atdım. Ve bu BMW çok sıkıldı. Sonra komentarda yazarsınız BMW yoksa Mercedes. Yani en çok BMW yaxşı. Ama Mercedes sevənləri də pisləmirəm. Mercedes normal maşındır. Ne pisini yaxşı. Ferrari. Bu çok daha satır. Bu bazardan çok ucuz maşınlar da olur. Yani hele olur ki 1 qəpiyə qoyurlar maşını gəlib tez alırsan. Hele olur ki burada hele qiymət qoyurlar ki doğrusu da alsın daha yaxşı olur. Ev Azərbaycanlıdır. Biz də Azərbaycanlıyıq. Azərbaycanlılar aslında. Bu maşını gördünüz. Bunun seçimin nəsə geçər. Ona görə buradan çıxırıq. Gedirik başqa maşınlara. Mən hamısını bir-bir sürsəm gecə olacaq. Ondan sonra maşınlar haqqında sizə məlumat verir. Bunu alsınız. Çox elə yaxşı olmayacaq. Belə 07'miz olsa yaxşı olar ki, çünki bunun içinə baxın. İçini görə bilmirəm. Baxın, bunun hər şeyi yaxşıdır. Diski zaten rəngində dəyişmə olur da bilirsiniz. Bu topaş isə, bu topaşı mən almışam 2000. Amma bunun doğrusu qiyməti 29-27 mindir. Amma mən bunu istəyirəm. Düzəltmişəm biraz. Alandan sonra. 5 minim astronosa vardı. Böyle bir şey de vardı. Yani rəngləmişəm. Belə ağ rəngdə idi ona görə. Uşaqlar, getdik dərşədim. Belə başqa nə maşınım var. Baxın, bunu mən 1 qəpiyə deyəsən almışam, necə yadımda deyildi. Bunları mən hamısı bazara gedmişəm. Burada 1 qəpiyə qoyublar almışam. Bu da ki, neçə almışam. Deyəsən yadıma gəlmir, deyəsən 1 qəpiyə almışam. Bunları belə doğrusu qiyməti çox bahadır bu maşınlar. Amma mən bəxtim gətirib ucuz almışam da bunları. Bu Niva'nın özü də baha idi. Mənə ucuz gəldi. Kimsə bezir maşınından satır ucuz. Başa düşdünüz? Mitsubishi-ni mənə şeydi, bir dənə maşınım var idi, Ford. Branford'u var. Ona dəyişiblər. Mən də razılaşdım, götürdüm. Bunu isə də mən 60 kaya almışam. Bunun qiyməti 1 milyon 800'dir. 2000 yoxdursa bu maşını baxa bilər. Neçə olur bu maşın? Baxın. İnanmırsınızsa baxın da. Bunu mən 800'də qiymətli baxmışam. Bunlar hamısı doğrudan da hamısı baha maşınlardır. Mən bunları ucuz almışam. Siz də bazara gedin, orada ucuz maşınlar olur. Ən xoşuma gələn maşın babudur. Bu deyəsən də bunu indi gedək sürək. Bunun maşın haqqında da şeylər, faktlar deyim. Uşaqlar, sizin Rusca videomuz xoşunuza gəlməyibsə mənim çəkdiyim. Siz adicə xoşunuza gəlməyibsə abunədən çıxmayın. Mən əsirəm 50 də abilə yığasınız ki,
Mən sizə maraqlı şeylər çəkim. 50 dənə abunə yığsaz, mən dediyim maşınlardan verərəm. Kimsə 1 milyon yığsa bunu verəcəm də, bilirsiniz də. 1 milyon, 10 milyon yığsaz və bu maşını verərəm. O vaxta kimi bəlkə bahalı maşınlar oldu, onları da verərəm. 10 milyona. Bunları 1'ə ya 10 milyona. O yüzden öyle diye bakalım. Biraz silah vereyim. Bu maşının olanda bakacağız diyeceğiz, bütün pulum yoktu. 32 zat qəpiyim var. Bunlar pulum azdır ki, çünkü ne kadar maşın almışam de bu maşınları. Bu maşını çok benzin, 20'den artıq. Bir daha önce sürdüm, benzin istəyir. Gidip benzin var. 1 metr sürürsem benzin bir. Ama bu maşını ben çok sürmürəm. Bu başlı maşın tepdezeydi. Şöyle benzin de olana kimi. Bakın neye bu yapacağız. Şöyle bakın sıkışını geç. Bıraktım yazı. Bakın benim. Bakın da böyle basalım. Evet, sağ ol. Şimdi biz bunu gidip düzeltip göreyin mübarek bazardan olur. Aslında bunu da satsaq, bunu da şartlar nasıl daha bak. Çoxları bir görmüşsünüz də Carpartic oynayırlar. İyi baha maşınları alırlar. Əsaslı doğrusu bu maşının qiyməti 1 milyon. Ha, olsa ama bir de bu Lamborghini alacaq. Bu başına düştüm. Ona göre neymişsiniz? Başlayalım değil mi? Burada cemaat çok pis şey değil insan. Ben 10 milyona koyup geri alalım şimdi. On milyon. Çok bombama. Bakın dediğim silahın içinde ayağımda. Lamborghini çok bombama şimdi. Oy da Nisan. Nisan kabay. Nisanlar. Kaya da sizi bırakmaya bakmaya varsa like olsun. Oy da 2 milyona gelir. Mənim maşınımın qiymətini baxın. Bəlkə biraz özünüzə qoyun. Allah kimsə. Buradan baxın maşınına. Ayak bunu neçə milyon olsun? Ayak 5 milyona. Görək kimsə alır. 50 milyon başka kim almaz bunu. Ben özüm görsem bu boyda maşını. 50 milyon.
Vəsiyə 5 milyona qoyduq. Uşaqlar baxın. Nerede 20 milyon? Azadda qiymət uşaqları yaşlıların. Uşaqlar qoyuram bunu qaytaram 5000-ə. 5000-ə qaytaram. Çünki heç mənə 2000 yazdılar falan. Baxın heç gəlmədi. Çünki biri 20.000 dedi. 20.000-ə kim satar bunu? Özüm baxalmışım. 20.000-ə də maşın yox. Var lap ucuzdur. Məndə lap ucuzdur. Düz demirəm. Hangi satmadım ona? Başqası gəldi. Ona görə deyək, gözləyirək kimsə bəlkə gələr yenidən. Ya verən maşınlar alan deyil. Onlar 2 milyon söykürülür. Çoxsun bahalı maşını var ama. Çoxsun ucuzlu maşını var. Pulu 5 milyondur. Bunlarda da bilinmir. Kim sağlar? İndi baxaq. Heç kim almırsa bu öncə istədiyəcəmizə gedək yerimizə qayıdaq. Bu videonu axıra çatdırmaq istəyirəm. 50 dənə abunə yığsa çox yaxşı olar. Kim istəyirsə bu videonu şeyləsin, belə maşınları verək. Kim istəyir bu maşınlardan heç olmasa birini verək. Heç olmasa dediyim pulu ayına kadar demişəm 1 milyon abunə zat yığın. Başa düşdünüz. Ona görə sizə sağ olun uşaqlar. Görüşənə kimi yeni videolarda görüşərik.
Maşınlarım bəyəndirsə like qoyun, kommentariyada yazın. Sağ olun.